Describing people, insanları təsvir etmə. İngilis dilində insanları təsvir etmə. English Vocabulary News Elementary Unit 5. A paragrafına baxırıq. Height and weight, hündürlük və çəki. Cümlələrə baxaq və qara hərflərlə verilmiş sözlərə diqqət yetirək. Bettina Schwenk is a very tall woman. Bettina Schwenk çox hündür qadındır. Tall, hündür mənasını verir. Tom Jakes is quite short. Tom Jakes olduqca qısa boyludur. Short qısa boylu, qısa mənasını verir. If you are tall or short, you are of medium height. Əgər sən hündür və yaxud qısa boylu deyilsənsə, sən orta boylusan. Medium height sözü orta boylu mənasını verir. Agatha Sanchez is very slim. Agatha Sanchez çox arıqdır. Slim sözü arıq mənasını verir. I was very thin when I was in hospital. Mən xəstəxanada olanda çox arıq idim. Thin də arıq mənasını verir. Slim is more polite than thin. Deməli, slim sözü thin sözündən daha nəzakətli səslənir. The doctor said I am overweight. Overweight sözü artıq çəkili deməkdir. Həkim deyir ki, mən artıq çəkiliyəm. The cat is very fat. Onların pişiyi çox kökdür. It needs to go on a diet. Onun arıqlamağa ehtiyacı var. Burada overweight sözü fat sözünə nisbətən daha nəzakətli səslənir.